Ailə sirrinin yayılması və şəxsi ləyaqətin alçaldılması qanun pozuntusu hesab ediləcək. Ər və ya arvadın şəxsi sirrini yaymaq, onu alçaltmaq, bəyənilmədiyini açıq şəkildə özünə və ya üçüncü şəxslərə bildirmək ailə qanunvericiliyinə zidd davranış sayılacaq. Azərbaycan Respublikası Ali Məhkəməsi 24 dekabr 2025-ci il tarixli şəxsiyyət hüquqlarının müdafiəsi haqqında qərarında ailə münasibətləri çərçivəsində şəxsi hüquqların qorunmasına dair mühüm müddəaları açıqlayıb. Qərara əsasən ər və arvad ailə münasibətlərini qarşılıqlı hörmət, dəstək və məsuliyyət prinsipləri üzərində qurmalıdır. Tərəflərdən heç biri öz hüquqlarından istifadə edərkən digərinin hüquq və mənafelərini poza bilməz. Belə insanlar hansı ki şəxsiyyəti təhqir edir, hansı ki qarşındakını əzir, istər xarici görünüşünə görə, istər həyata baxışına görə qarşındakını əzirsə, bu insanların artıq özündə problem var. Bu insanlar öz güvənsizlikdən, acizlikdən əziyyət çəkirlər və qarşı tərəfi əzərək özlərini təsdiq etməyə çalışırlar, özlərini daha üstün hesab etməyə çalışırlar. Bu insanlarda problem var və bu psixoloji zorakılıq deyək, təbii ki, psixoloji zorakılıq aciz adamların işidir, aciz insanların işidir. Onların çünki başqa cür bacara bilməzlər. Bir də xarakter. Artıq bu olan xarakterin olub, ətrafdakı insanlara qarşı aqressiya olmaz. Söz azadlığı və psixoloji zorakılıq arasında sərhədini necə müəyyən etmək lazımdır? İlk əvvəl dediyim kimi, ictimai etika deyə bir şey var, etik dəyərlər deyə bir şey var. İnsan özünə verdiyi dəyərlər var və bu dəyərlər insanı öz azadlığını, öz sərbəstlik sərhədlərini bəlli edir. Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, qarşı tərəfi təhqir edən şəxslərin əksəriyyətində psixoloji problemlər müşahidə olunur. O bildirir ki, ailə qanunvericiliyinə zidd hallarla məişət zorakılığı, psixoloji və fiziki zorakılıq, həyat yoldaşının xəstəlik və ya hamiləlik dövründə ona laqeyd yanaşma, fiziki görünüşünün davamlı tənqidi, ailə və şəxsi sirlərin yayılması, şərəf və ləyaqətin alçaldılması, təhqir və evdən qovma kimi hallar daxildir. Vəkil Əfifə Əsgərova Kazancı isə qeyd edir ki, bu söz ola bilər ki, elə bir cəmiyyətin içində, elə bir insana deyilə bilər ki, bunun nüfuzdan da sala bilər, ola bilər ki, kök olmaması gerəkən bir yerdə işləyir və ya başqa bir məsələlər var burada, amma qarşı tərəfə hətta ittiham edir ki, sən köksən və ya adam kök deyilsə, çox belə arıq bir insandırsa və ona köksən deyirsə, bunu zarafat kimi qəbul edirsə qarşı tərəf, burada da heç bir problem yoxdur. Yəni deyildiyi kimi, burada əsas məsələ sizin dediyiniz məqamda, sizin dediyiniz işdə əsas məsələ şəxsin ləyaqətinə, şəxsiyyətinə toxunması məsələsi və deyilən şəxsin bunu bu şəkildə qəbul etməsidir ki, bunu mübahisələndirsin ki, bəli, sən bilirdin ki, bu söz məni alçaldır, təhqir edir, amma sən onu bilə-bilə qəsdən bu adamların içində və ya təklikdə mənim özümün ləyaqətimi alçaltmaqla demişəm. Qərarda həmçinin vurğulanır ki, ər və arvad ailə daxilində bərabər hüquqlara malikdirlər. Onlar soyadını, peşəsini və məşğuliyyətini sərbəst seçmək, ailə mühitində qarşılıqlı hörmət və dəstək gözləmək hüququna sahibdirlər. Havar Şəfiyeva, Leyla Səməndər, Yeni Azərbaycan TV.